ki, evdə özüm hazırlaşım, salona getməyi fikirləşmədim. Çünki əslində biz onsuz da məzun çəkilişimizi etmişik. Bu daha çox əyləncə tipli olacaq deyə fikirləşdim ki, özüm üçün hazırlaşım. Bəli, məzun geyimim də burada, yatağı yığışdırmalıyım. Məzun geyimim də buradadır və zaten üzərimizdə məzun geyimi olacaq deyə də sadə qara bir don geyindim. Sonda tam olaraq göstərəcəm. Bizə ümumiyyətlə 2 bilet veriblər. Biri özümüzə, bir də ki, yaxınımızı gətirə bilərik yanımızda. Məndə isə normalda belə yerlərə həmişə Günay ilə gedərdim, amma indi Günay ölkədə olmadığı üçün tək gedirəm. Orada genelde Neymar olurdu işte. Oralarda Neymar olurdu işte. Hayalini kurdu Mbappe. Yok. Neymar yok. Yəni tək olacağam məzun günümdə. Yəni qrup yoldaşlarım orada olacaq, bir də özüm tək olacağam. Hə, mən indi hazırlaşdım. Dediyim kimi sadə bir şey geyinmişəm. Çünki onsuz da mantiyanın altında qalacaq. Həmçinin düşündüm ki, onsuz da biz çəkilişlər falan eləmişik. İndi əylənməyə gedirik qrup yoldaşlarımızla. Düzdür, yəqin ki, bundan sonra da yenə görüşüb eləyərik, amma axırıncı bir yerdə olduğumuzdur. İstəyirəm ki, qısa da olsa UNEK haqqında təəssüratlarımı bölüşüm. UNEK-ə qəbul olmaq həqiqətən də mənim xəyallarımdan biri idi. Çünki bakalavr vaxtı birinci qəbul olmaq istədiyim universitet UNEK idi. İqtisad Universitetinin İçəri şəhər filialı. Amma elə oldu ki, mən artıq istədiyim ixtisas Bakı Dövlətdə idi və Bakı Dövlətdə düşmüşdüm. Orada oxumağa başladım və təbii ki, onu da sevdim. Bakalavrı həqiqətən çox əla keçirmişəm. Bununla bağlı inşallah ki, sentyabrda yeni dərslər açılanda tövsiyələrimi, məsləhətlərimi paylaşacağam universitetə yeni qəbul olanlar üçün. Amma UNEK-ə deyim ki, yenə deyirəm, həm xəyallarımdakı universitet idi və İçəri şəhər filialında oxumaq istirdim. Elə oldu ki, gəldim magistra, artıq mən İçəri şəhər filialına qəbul oldum. MBA ixtisası biznesin idarə olunmasında, ali təhsilin idarə olunması üzrə ixtisasını artıq bitirdim. Müdafiəmi də etdim və inşallah ki, diplomumu yəqin ki, bir oktyabrda, noyabrda verəcəklər, onu da götürəcəm. Yəni aranızda UNEK-ə qəbul olmaq istəyən, magistr üzrə MBA oxumaq istəyənlər varsa, mən oxumağını tövsiyə eləyərdim. Çünki mən bu 2 ili yaxşı keçirmişəm, sevərək keçirmişəm. Təbii ki, hər universitetdə olduğu kimi burada da bəzi insanın sevmədiyi və yaxud da ki, narazı qaldığı məqamlar olur. Düşünürəm ki, hər universitetdə belədir. Amma ümumi olaraq razı qaldığım, sevdiyim, tələbəliyi yaxşı keçirdiyim bir universitet idi. Ona görə əgər oxumaq istəyənlər varsa UNEK-də tövsiyə görərəm MBA təhsili. Yəni digər ixtisasları bilmirəm, amma mən MBA üzrə oxumuşam deyə çox bəyəndiyim məsləhətlər görürəm. İnşallah ki, kimlər qəbul olmaq istəyirsə, istər bakalavr, istər magistr olaraq, hansı universitetə qəbul olmaq istəyirsə, hər birinə qəbul olmağını arzu eləyirəm və hər biri inşallah ki, belə qəşəng məzun günü keçirərlər. Aysel xanım, artıq məzun olduq. 2 il keçdi. Necə keçdi sizcə? Demək olar ki, əslində çox çətin olmadı. Yəni asan da oldu əslində. Rahatdır. Məncə də rahat oldu. MBA-nı tövsiyə edirik mi? Bəli, çox gözəl çıxdı. Edirik. Əslində qrup arkadaşlarımızla gözəl çıxdı. Bunun da bir şansı, özəlliyi var. Bəli, MBA-nı tövsiyə edirik. Bəli. Nərmin xanım, necədir, bəyəndiniz? 2 il sizdə necə keçdi? Buyurun. Belə də çox da maraqlı deyildi, amma arkadaşıma üçlü olaraq çox gözəl keçdi bilərik. MBA-nı tövsiyə eləyirsinizmi? Eləyirəm, hə. Çünki həftədə 2 dəfədir cəmi. Bəli. Buradan da təsdiq aldıq. Dərs oxumursan, yəni əyləncə etməyir. Doktorumuzda hələ ki biz gəlmişik bura. Saat 6-da rəsmi hissə başlayacaq. Yəqin ki 1 saat yarım olar. Ondan sonra isə artıq diskoteka, Murad Arif gələcək, oynamalı falan belə. Çəkəcəm hər birini. Ömər bəy, məsləhət bilirsiniz MBA-da oxumağı, ali təhsilin idarə olunması üzrə? Belə düşünürəm ki, çünki bizim ölkəmiz nöqteyi nəzərindən götürsək, universitet çox olduğu üçün, bu sahədə işləmək üçün qurumlar çox olduğu üçün bir növ perspektivli sahədir. Həm də ki, belə deyək də, universitet baxımından da İqtisad Universitetini seçdiyimə çox şadam, yəni yaxşı ki, buranı seçmişəm. Seçim edəcəklərə də buranı seçməyi tövsiyə edirəm. Salam Sveta. MBA-da ali təhsilin idarə olunması üzrə oxumağı məsləhət görürsənmi? Bəli, görürəm. Yəni asandır, çətindir, yoxsa? Orta. Orta. Əla. Bitmesin. Daha da gür, daha da öyleyden.
Bir bakışınla beni alıştırdı. Gözüm sende, sözüm kalpte kaldı. Bedeyi yürek az kaldı. Çıxdıq axırki məzun günündən. Bayaq girişimiz, bu isə çıxışımız. Necə keçdi? Çox yorucu, ayaqlarım ağrıyır. Axırdan axı DJ-nin çıxışını bəyəndim. Yəni daha əyləncəli idi. Mən də yəni ortadan yuxarı. Yəni hər cür var idi. Bəyəndiyimiz şeylər də var idi, bəyənmədiyimiz də, amma məncə Crystal Hall-da olmağı daha yaxşı idi. Beləliklə biz artıq məzun olduk. Aldıq.